Milli Hidrometeorologiya Xidməti gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edir. Doğru xəbər Azərbaycan bildirir ki, Nazirliyin xəbərdarlığında deyilir. Aprelin 28-dən 30-u səhərə qədər Azərbaycanın bəzi bölgələrində hava arabir yağıntılı olacaq. Qeyd olunub ki, ayrı-ayrı yerlərdə yağıntılar qısa müddətli intensivləşəcək, şimşək çaxacaq, dolu düşəcək. Dağlıq ərazilərdə isə qar yağacağı ehtimalı var. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarında qısa müddətli sel keçəcəyi ehtimal olunur. Nazirlik qeyri-sabit havada əhalini son dərəcə ehtiyatlı olmağa, eləcə də təhlükəsizlik qaydalarına maksimum dərəcədə əməl etməyə çağırır. Hər hansı ciddi təhlükə olduqda 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz. Hazırda ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti hökm sürür. Şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25, Goranboyda 19, Naftalanda 18, Tovuzda isə 17 metr/saniyəyə qədər güclənir. Quba, Qusar, Xaçmaz, Daşkəsən, Lerik və Astarada isə arabir şimşək çaxır, yağış yağır.